Yaşayan biri ilə evlənərsiniz? Özüm kənddə yaşayıram. Hansı kənddə o elə? Qubanın Təkərsiyet kəndidir. Olar. Yəni necə? Yəni pis baxmıram, yəni o da bir insandır təbii ki də. Və siz? Mən insanlığa baxıram, yəni xarakteri yaxşıdırsa niyə də yox? Yəni xarakteri yaxşısa, məsələn, Zaqatala ucqar bir kəndə gedərsiniz. Ola bilər. Yaşayan biri ilə evlənərsiniz? Yox. Məncə yox. Çünki həyat tərzimiz burada formalaşıb. Xeyr. Yox. 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 Xeyr, evlənmərəm. Yox. Niyə görə yox? Nə bilim. Və siz gedərsiniz mi? Yox. Bir dənə fikirləşək, hərdən bilən deyir ki, şəhərdə dəhşətli dərəcədə tıxac var, sıxlıq var. Yəni hamı şəhərdəkilərə ərə getsə, kəndləri kim dolduracaq? Kəndi birinə ərə gedərsiniz, yəni kənddə yaşayan birinə ərə gedərsiniz. O insan özünə bağlıdır. Yəni necə biri olduğuna bağlıdır. Məsələn, necə biri olsa kəndli birinə ərə gedərsiniz? Yəni doğru düzgün biri olsun. Gedərəm. Heç bir problem yoxdur yəni. Heç bir problem yoxdur. Niyə olsun ki? Yəni əgər iki könül birdirsə, samanlıq seyran olur. Sorun deyil. Təşəkkürlər. Sağ olun. Kəndli bir insan, kənddə yaşayan birinə evlənərsiniz. Mən heç evlənməyə fikirləşmirəm. Fərq yoxdur, əsas o adamın özüdür. Kənddə yaşayan, Yaxşı bir insan olsa evlənərəm. kənddə yaşayan biri ilə evlənərsiniz. Niyə də yox? Doğru. Hayır, evlənərəm. Doğru. Yəni xasiyyəti yaxşısa niyə evlənməyim ki? Evliliyi təklif eləsin və s. Olmayıb, amma evlənərəm. Kənddə yaşayan biri ilə evlənərsiniz. Niyə evlənmir insan? Niyə də yox? Olsun da insanları bölgələrə görə seçməli deyilik ki. Kənddə yaşayan biri ilə evlənərsiniz. Əlbəttə baxır dünya görüşünə. Məsələn, amma biraz uzaqda da deyək. Artıq o bilmirəm, gələcək üçün planlanan bir şeydir. Yəni dəyişə bilər şərtlərə görə. Mənə görə şəhər yaxşıdır. Kənddə yaşayan, elə kənddə yaşayana getmişik. Və siz gedərsinizmi siz də? Rəfiqənizin yolunda davam edin. Gedərsiniz də oradan kənddə yaşayan. Niyə getmirəm ki? Nəyə görə yox? Bakılıyam, kənddə kişiyəndə yaşayım. İndi Bakının da kəndləri var da. Baxın hansı kənddir? Oradan kəndə iki şəhər gedərsiniz. Hansı kənd? Məsələn, Məşdağa. Məşdağa kənddir bu arada. Maçdağa, nənə Maçdağa aldı, hə? Ha, gedərsiniz. Sırf nəyə görə? Yəni Bakının kəndləri, hə, rayon kəndləri yox. Xeyr, getmərəm. Nəyə görə? Seçim belədir. Hə, niyə evlənmirəm ki? Doğrudan. Kəndlilərə nə olub ki? Elə ona görə soruşum. Adətən evlənərəm. Kənddə yaşayan biri ilə evlənərsiniz. Xeyr. Niyə? Çünki şəhərdə yaşayıram. Yəni maddi məsələlərə görə yoxsa? Yox, tamamilə yaşadığım yerdən uzaqlaşmaq istəmirəm ona görə. Və siz Xeyr. Mən Bakıda qalıram. Yox məncə. kənddə yaşayan biri ilə evlənərsiniz. Yox. Nəyə görə? Əslində bir dəfə elə tema olub. Gedirdiniz yoxsa necə? Gedirdim. Bir dəfə gedin necə? Sonra qayıtdınız yoldan. Son anda fikrinizi dəyişdiniz yoxsa necə? Bəli, bəli. Niyə? Pulu yox idi yoxsa? Pulu var idi, kənd yerində qalım mənəm. Yəqin ki, xeyr. Nəyə görə xeyir? Həyat tərzimiz başqa cürdür ona görə. Burada nə var ki, orada yox? Burada böyük perspektivlər var. Düşüncə tərzi, dünya görüşü. Məsələn, Şəmkirin Şişləpə kəndi var. Zənginlərin kəndidir. Çox yaxşı. Orada misal üçün perspektiv buradan aşağıdır mı? Eşitməmişəm, düzün desəm bilmərəm.